məlumat verdiyimiz kimi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyan, David Babayan, Levon Natsakanyan və digərlərinin haqqında olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası davam etdirilib. Turkistan az məlumat verir ki, məhkəmədə ifadə verən zərər çəkmiş Ayda Qurbanova 1990-cı il martın 23-dən 24-nə keçən gecə ermənilərin onun həyat yoldaşını sahə müvəkkili baş leytenant Zirəddin Əhmədovu yaraladıqlarını bildirib. Daha sonra dövlət ittihamını müdafiə edən prokurorlar Bağnız Ayrım kəndinin məhv olunması epizodu üzrə video materialları və fotomaterialları nümayiş etdiriblər. Yandırılmış meyitlərin video görüntüləri nümayiş ediləndə zaldakı zərər çəkmişlərin bir qisminin halı pisləşdiyi üçün çölə çıxıb. Görüntüləri izləyən təqsirləndirilən Arayik Harutyunyan özünü güya kədərlənmiş kimi göstərib.